valideynlərin günahıdır. Valideynlər istəməsə verməzlər. Deməli, valideynlər şərait yaradır ki, müəllimlər də istəyir. O pul yığımı həmişə olub olacaq da. Bu olub olacaqdır. Biz oxuyanda 1 manat, 2 manat o müəllimlər gününə nəsə alınırdı, nəsə o yığılırdı. Onun bir qəbahəti yox. Hər şey çörü veriblər, bir sənətər qızım qəbahət. Bu düzgündür, hər şeyi işıqlandırıb daha da böyüdürlər. Üstün bastırmaqdan ki, o burslar da şey eləməsin. Qadınlar müəllimin özü istəyir, atqaz eləyəcək. Onların ad günü var, müəllim günü var. Birincisi elə balıq başdan bulanır, hamımız bilirik bunu. Yuxarıdan yığa-yığa gəlirlər, ayaqda müəllimlər yığır da, müəllimin əlinə yığır, direktor da gəlir Maarif Nazirliyinə. Maarif Nazirliyi də özü də bilirsiniz, hara gedir də. Bu yığıla-yığıla gəlir, dama göl olur. Müəllim nə bilər ki? Yəni, deyilirsə yığılır da. Sistemin problemidir. Sistem artıq belə qurulub. Yəni budur. Bunu dəyişmək üçün köklü dəyişikliklər olmalıdır. Və bu rüşvət tək təhsil sahəsində deyil ki, bütün sahədədir. Mübarizə aparmıram, düzü. Bağçaya gedir oğlum, təbrik eləmişəm müəllimləri. Çünki yenə deyirəm, sistem elə qurulub ki, siz təbrik eləməsəz, uşaqlar məktəbdə, bağçada sıxışdırılır, məcbur olaraq bunu edirsən, yəni. Başqa variant yoxdur. Mən indi işləmirəm hazırda. Özüm əməkdar müəlliməm. Müəllimi bəzi şeylərə vadar eləmək düzgün deyil. Müəllimə müəllim kimi yanaşmaq, ona hörmət eləmək, ona öz hüquqlarından maksimum istifadə etmək şəraitini yaratmaq lazımdır. Nümunə müəllim elə hallarla qarşılaşa bilər, müşahidə edə bilər, ancaq o onun reallaşmasında iştirak eləməz. Yox, vallahi nə müəllim pul yığmaz, nə uşaqlarda verməz, indi olur da yəqin valideynlər hədiyyə üçün. Burada xeyr, müəllimlərin payı nə ola bilər ki? Ancaq rəhbərliyin elə bir altında sövdələşmə ola bilər, amma müəllimlərin heç bir təqsiri yox. Siz düzgün yaxınlaşmısınız. Mən özüm idman müəllimim. İndi pensiyadayam. Mənim yoldaşım da müəllimədir. Mənim yoldaşım heç kimdən indiyəcən heç nə qəbul eləməyib, bircə güldən başqa, bir də karabka şokoladdan. Ondan imtina eləmək mümkün deyil. Müəllim tələb eləməsə uşaqdan yığa bilməz. Müəllim istəyir ki, uşaq məcbur olur, gətirir.